Birinci sinif ingilis dil dərsi Unit 4 Lesson 2 4-cü bölüm 2-ci dərsləyə baxırıq. Burada bizim yenə bir listening, yəni dinləmə mətnimiz var. Görürsünüz, bu uşaqlardır, onlar müəyyən söhbətlər edirlər. İlk öncə burada yeni sözlər var, onları öyrənək, sonra isə listeningimizə qulaq asaq. Başladıq. New, yeni. Cool, sərin, əla, havalı deməkdir. Yəni bir növ özündən razı, özü bəyənmiş. Favorite, sevimli. Color, rəng. Mine, mənimki. To, həmçinin, məndə. Yəni nə deməkdir bu? Məsələn deyirəm ki, məndə bir kitab var. I have a book too. Yəni səndə də var. Mən də demək istəyirəm ki, məndə də var. Həmin cümlənin sonunda belə bir formada to işlədirik. All of them, onların hamısı. All hamısı deməkdir, them isə onlar deməkdir. Of isə orada bir hissəcidir ki, bu iki sözü bir-birinə birləşdirir. Görsən, biz necə deyirik? Onların hamısı, amma onlar deyir ki, hamısı onların. Sözlərin quruluşu yox, yerləşməsi biraz fərqlidir. Ona görə də burada of-dan istifadə edirlər. Gəlin qulaq asaq dinləmə mətnimizə. Listening 31. Bir dəqiqə. Track 31. Listen and look. Nate and Kate. Nate and Kate, hi, hello. Nate and Kate, hi, hello. Nate, I have a new backpack. Cool. What color is it? It's pink. My favorite color is pink. Mine too. And my new notebook is purple. I love it. My favorite color is purple. Look, my new pencil is yellow. It's my favorite. My favorite color is yellow too. What? My favorite color is all of them. Mətnimiz Track 32. Listen Deməli, burada nədən danışılır? Kate və Nate yenə söhbət edirlər. Deyir ki, Nate, I have a new backpack. Mənim təzə bel çantam var. O da deyir ki, cool, əla, yəni super. What color is it? Onun rəngi nədir? It's pink. My favorite color is pink. O bənövşəyidir. Mən bənövşəni çox sevirəm. Daha doğrusu rozovu, pəmbə rəngi. Mine too. Mən də o rəngi çox sevirəm. And my new notebook is purple. I love it. Mənim dəftərim bənövşəyidir. Mən onu çox sevirəm. Mən onu sevirəm. My favorite color is purple. Mənim də sevimli rəngim bənövşəyidir. I love it. Mən onu sevirəm deməkdir. Burada it həmin purple rəngini ifadə edir. It o deməkdir. Cansızlarla müəyyən qədər heyvanlara aid edilir. İşlənir. O demək istəyiriksə, nədənsə danışırıq, o demək istəyiriksə, it istifadə edirik. It orada bir şəxsdir. Necə ki, mən, sən, biz, siz var. Itdəki o sözünü ifadə edir. Look, my new pencil is yellow. Bax, mənim təzə qələmim sarıdır. Look, baxmaq deməkdir. It's my favorite. Bu da mənim sevimlimdir. My favorite color is yellow too. Mənim də sevimli rəngim sarıdır. What? Nə? My favorite color is all of them. Yəni mənim bütün sevimli rənglərim hamısıdır. My favorite color is yellow. My favorite color mənim sevimli rəngim sarıdır. Burada birinci belə deyək də hərəkəti edən sevimli rəng sözüdür. Digəri isə rəngdir. Ona görə my favorite color birinci gəlir. Sonra is və sonda yellow-na əlavə edirik. Keçir ikinci səhifəyə. Burada
32 listeningdir. Qulaq asaq, sonra baxaq görək nə etmək lazımdır buradakı tapşırıqlarda. And cheer. Happy campers, listen here. Now it's time to do a cheer. Ready? Okay. My favorite color is orange. My favorite color is orange. Orange, orange. Orange, orange. My favorite color is orange. My favorite color is orange. Yes, yes, yes. Yes, yes, yes. Aha, listening. Track bitdi. 33. Burada nə Listen deyir? and color. Dəqiqə söndürək bunu. My favorite color is orange. Burada orange rəngini də göstərdir ki, mənim sevimli rəngim narıncıdır. Orange, orange, narıncı, narıncı. My favorite color is orange. Mənim sevimli rəngim narıncıdır. Yes, yes, yes. Hə, hə, hə. O biri tapşırıqda isə valideynlərinizlə və ya sinifdə sizə sinif yoldaşlarınızla, bacı qardaşlarınızla kiçik dialoqlar qurursunuz. Ona sual verirsiniz ki, sənin sevimli rəngin hansıdır? O da cavab verir ki, yaşıldır, mavidir və s. Məsələn, deyirsiniz ki, what favorite color is it? Ən sevimli rəngin hansıdır? Qarşı tərəf cavab verir ki, my favorite color is yellow. Ya da sadəcə deyə bilərsiniz ki, it is yellow. Yəni o sarıdır. Yəni it deyirəm burada, nəyi vurğulayıram? Mənim sevimli rəngim sözünü. Sadəcə təkrar eyni sözləri işlətməmək üçün, cümləni daha qısa, axıcı qurmaq üçün cümləni qısaldıram. Deyirəm ki, it is yellow. O sarıdır. Və ya deyirsən ki, yaşıl rəngi göstərirsən və soruşursan ki, what color is it? Bu hansı rəngdir? O da cavab verir ki, it is green. It's green. Bu yaşıldır. Ya da o yaşıldır kimi tərcümə edə bilərik. Daha çox video üçün səhifəyə abunə olmağı və videoları like etməyi unutmayın. Goodbye.